Hamıya salamlar dostlar. Part 2 gəldi. İndi Mucil launch ediriz ya. Fərdi bu heç. Default son. Sizə belə bir yer verəcəkdir. Bayaq özünə bax, piri bu vurmaqdır. Seç, blok qoymaqdır. Bu yeriməkdir. Nəsə də baş sağa sola da. Amma özünüzə təzə ayar eləyə bilərsiniz. Məsəl üçün joystickasını mən bununla oynayıram. Məndə belədir. Hər nəysə, bu toplamaqdır. Özünüz buraya da F5 kimidir. Nəysə. İndi burada sürümləri özünüzə görə ayarlaya bilərsiniz. Mən fabrik seçirəm. Baxın. Belə. 1.11-də. Amma tutalım istəsəz fabrik istəmirsə Fojo məsələn köhnə sürümlərdə oynayasa Optifine-də seçə bilərsiniz. Çünki o FPS-i qaldırır. Köhnə sürümlərin amma. Bura giririk. Tutam ən son sürüm istəyirsiniz. Bura basın. Ən son sürüm gəlir. Amma mən 1.11-də oynayam. Bir də sizə modları necə qoşacağını göstərəcəm. Tutalım belə deyil. Buraya kopyalayın basın. Mən sizə Mojo Launcher ilə başlayacağım. Mojo Launcher modlarım var, qarışmasın. Install edirsiniz. Fabric Loader. İndi bu təzə olubdur deyə olmur. Mojo Fabric Loader. Burada modlara basıb kopyalayına basasınız. Məsələn, Resource Pack var. Belə, buna basıb belə edirsiniz. Yəni belədir. Amma sizdə mod yeri olmayacaq. Gərək belə oyuna girəsiniz. Oyun çıxacaqdır qavanıza. Hələ mod videosu çəkəcəm. Nəysə, oyun qavanıza çıxacaqdır. Yəni başlanğıcda burada da mouse var. Bununla belə hərəkət edir. Biraz ekran yox, yəni düyməyə zada basanda. Oyundan təzəmlə çıxıb modları oradan qoşa bilərsiniz də, yəni. İndi mən sözüm başlayacağım. Əgər baxırsınız görürsünüz oyuna girməyib biz rəqəsə məsəl üçün. Məsəl üçün başlayalım. Girmirsə ya girmir ya da oyundan açır. Lock çıxışa basın. Buradan sizə belə hər şey verir. 4 mod belə də indirmişdi axı. Belədir. Buradan olacaqdır. Gördünüz mü? Aha, açıldı. İndi sizə göstərəcəm. Multiplayer. İndi özünüz buradan incəsinizə basınca özə mouse keçsə belə. Bu heç. Burada FPS salır bu. Daha doğrusu məsələn əlinizə uyğun eləyin. Amma 45 saat eləməyin də. O oyunu dadaq bulağını işlər. Mən 75-əm. İnsan sürətini belə azad çoxa bilərsiniz. Mənə 90-97. Kontrollə girib ayar eləyə bilərsiniz. Amma Mojo Launcher-də şeydir, sürətdir asası. Buradan yaş pacıqları indirəndə belə baxın. Belə eləyə bilirsiniz. Nəsə, qoşmadım amma özü belə olur. Buradan quit game çıxarsınız. Amma özünüz dili dəyişə bilərsiniz də, yəni. Manasınız adını. Dili dəyişəndə var. Hə, indi baxaq görək olurmu? Install. Bunlar olmayacaq da siz birini seçəsiniz, tutan fabriklarda. Yəni bunları indirməyin. Oyun xəta verə bilər.
səhvən başqasını endirəsiniz. Yəni sürümlər çoxlu endirməni də mən sizə göstərmək üçün elədim. Nəsə fabriklərdir. Aha, gəldi. Baxın. Belə eləyə bilərsiniz. Sizə mıcılarını sizə göstərdiyim kimi. E-parçası gələcək. Sağ olun.